Məmməd Qasımov Naxçıvanda teatrın inkişaf etməsi üçün ömrünün ən dərin çağlarını qurban verib. O, teatrla nəfəs alıb, teatrla birgə yaşad olub. Mən Naxçıvanda işləməyə gələndə bilirdim ki, burada çox gözəl bir rəssam var. Məmməd Qasımov. Atamın hazırladığı tamaşalar üçün eskizlərin, qrim, geyim eskizlərinin, dekorasiya eskizlərinin, maketlərin necə hazırlanmasının canlı şahid olmuşam. Məni teatra aparan, gətirən atam olub. Mənim həyatımda o teatr böyük bir rol oynamışdı, o teatrın tamaşaları. Məmməd Qasımov təkcə teatr tamaşalarına bədii tərtibat verməklə kifayətlənməyib. O, istedadlı bir rəssam kimi teatrda kadrların yetişib püxtələşməsində də böyük rol oynamışdı.